Deməli, əziz tələbələr, düzxətli, bərabər sürətli və dəyişən sürətli hərəkət mövzusundan ətraflı yazılı cavab tələb olunan tapşırıqları həll edək. Bu tapşırıqları həll edərkən mən izahları da verəcəm. Bu izahlardan da istifadə edin. İmtahanımızda da təkrarlayıram ki, istifadə olunacaq bu suallarda. Birinci sual. Sükunət vəziyyətindən hərəkətə başlamışıq. Təcilimiz 4 cm/saniyə kvadrat. Vahidi çeviririk. Bu olur 0,4 metr/saniyə kvadrat. Təcilin vahidi metrdir. Böl saniyə kvadratdır. Təcil verildi. Ardınca 5-ci dəqiqə sürüşür. Zamanın vahidi dəqiqə deyil. Bunu saniyəyə çevirəcəyik. 1 dəqiqəmiz 60 saniyədə eləyir 300 saniyə. Hərəkət sükunət vəziyyətindən başlayıb. Başlanğıc sürət 0-dır. Son sürəti istəyirlər. Bu, yəni ətraflı yazı üçün bu indi sual tapmayıblar, ona görə qoyublar. Yəni bu ətraflı yazı sualı deyil. V bərabərdir nəyə? V0 üstə gəl. AT. Başlanğıc sürətimiz 0-dır. A-mız 0,4'dür. Bu da 300'dür. Cavab 12. Aha, indi deyəcəyik ətraflı sual nə deməkdir? Həmin suallar kifayət qədər çətin olur. 2 qat bal verir. Ancaq fikirləşmək də lazımdır. Sürətin proyeksiyasının zamandan asılılıq ifadəsi verilib. Təcilin proyeksiyasının asılılıq qrafikini çək. Biz də bilirik ki, Vx bərabərdir. V0x üstə gəl AXT. Yəni bu T-nin qarşısındakı nədir? AX-dır. Biz görürük ki, həmin AX T hərfinin qarşısında 2 dayanıb. 2 sabit bir ədəddir. Zaman keçsə dəyişən bir fakt deyil. Ona görə də qrafiki çəkmək istəsək, AX-ın T-dən asılığı sabit bir ədəd, hardan keçən? 2-dən keçən. Bu da ətraflı sual deyil əslində. Növbəti də 3. Bu indi dərd yarı. Ətraflı sual saymaq olar. Sx verilib 2t üstə gəl t kvadrat. Deyir ki, sürətin proyeksiyasının zamandan asılılıq qrafikini çək. Biz bilirik ki, Vx eşittir x-dir. Törəməsidir. T'nin törəməsi 1'dir. Vurduq 2'yə 2. T kvadratın törəməsi 2t. Şimdi bunun qrafikini çəkmək lazım. Qrafik necə çəkilir? Sürətin x oxuna proyeksiyasının zamanın asılığı. Zamana 0 versək oldu nə? 2. Zamana 0 versək 2 üstə gəl 2 vur 0. Aldıq 2. Zamana 1 versək 2 üstə gəl 2 vur 1. 4. 1 verəndə uşaqlar 4 aldıq. Nəticədə yekun qrafikimiz belə bir qrafikdir. Razıyıq? Bu açıq sual sayıla bilər, bəli. Qrafikin çəkilməsi tələb olunur. İlk ikisi bu adi məsələ idi. Düzdür, deyərsə 2-də də qrafik çəkilməyi tələb olunur. Amma heç çəkmədik də, gördük ki 2 deyil, 2-dən də apardı. Və fakt aydın olmursa da çəkinməyin. Deyin Süleyman müəllim, bu şey mənə aydın olmadı. Bir də izah elə. Çünki salınanda bunu yazmaq lazım olacaq sonra. Aha. Başlanğıc sürəti veriblər. 4 metr/saniyə. Cismin koordinatının zamandan asılığı verilib. Cismin koordinatının zamandan asılığı verilib. Və bu asılılıq forması belədir. Bura x maksimum yazılıb. Bura 3 yazılıb. Və x maksimumu deyir tapın. Tələbə dərk eləyir ki, nəyi dərk eləyir? Koordinatın zamanın asılılıq qrafiki verilirsə, bu qrafikin ekstremum nöqtələrində sürət 0-a bərabər. Bu təpə ekstremum nöqtədir. Dərə ekstremum nöqtədir. Yəni maksimal və minimal nöqtələrdə sürət 0-a bərabər. Bu nöqtədə sürət 0-dır. Neçənci saniyədə baş verib bu? 3-cü saniyə. Gedib orada dayanırdı ona görə. Dayanıb qayıdır geri. İstiqamətini dəyişir. Həmin o yerdə 0-dır. Yəni bu belə gedirdi, dayandı, fırlandı, qayıtdı geri. Eləmi? Mən belə gedirəm, geri qayıdacamsa mən nə etməliyəm? Dayanıb, x oxun əksində qayıdır. X oxu istiqamətində bərabər yavaşayan gedib. Sonra isə x oxu istiqamətində bərabər yeyinləşən gedib.
Bizim yer dəyişməmiz istir yavaşlayan olsun, istir yeyinləşən olsun. Bu düsturdan tapıla bilər. Yavaşlayan da yeyinləşən. Son sürətimiz 3-cü saniyədə 0-dır. Başlanğıc 4 böl 2 vur 3. Eləyir 6 metr. Deməli, yer dəyişməmiz neçə metrdir? 6 metrdir. Bizdən SX-i soruşmur. Bizdən X max-ı soruşur. Hardan başlamışam? 0-dan 6 metr irəliləmişəmsə, 0-dan 6 metr irəliləyəndə ara yarı çatmışam. Yəni də 6 metrə. Eləmi? Burada xüsusi vurğuluyuram ha mən. Bu SX-dir. Uşaqlar SX-i yazıb dayanır. Ola bilərdi bu neçədən başlayaydı? 3-dən başlayaydı. 6 metrdə irəliləyəcəkdi. O X max 9 olacaq. İndi bizim bəxtimizdən bu 0-dan başlayıb. Yəni 0-dan başlayanda gördüyümüz kimi SX-dən X max üst-üstə düşdü. Normalda SX nədir? X çıx, X 0-dır. Əgər sən 0-dan başlayırsansa, bu neçə qalmır? Elə birbaşa SX nəyə bərabər olur? X-a. Keçdik. Əgər aydındırsa. Yenə də fikirlər toparlanır. Başa düşülməyən istənilən sual verilir. 5 nömrəli sual. Oxşar olsa da deyirik. Təcilin proyeksiyası mənfi 6 metr bölü saniyə kvadratdır. Mənfi 6 metr bölü saniyə kvadratdır. X-in T'dən asılığı verilir. Bura X max'dır. Bura X max'dır. Bura 2'dir. X max'ın qiymətini istəyirlər uşaqlar. Biz bayaq dedik ki, bu ekstremum nöqtədə sürət nəyə bərabərdir? 0'dır. Sürət 0'dır. Və biz nə edə bilərik? SX-i tapmaq üçün istifadə edə bilərik AT kvadrat, AXT kvadrat bölü 2 düsturundan. Ancaq burada bir qarşısına bir mənfi də yazaq. Deyirsiniz ki, niyə? Axı bu düstur harada işlənir? AXT kvadrat bölü 2 sükunət vəziyyətindən başlayan hərəkətdə işlənir. Eləmi? S-in düsturu var idi. SX bərabərdir nə? AXT kvadrat bölü 2. Normalda düstur buydu. SX bərabərdir. V0xt üstə gəl AXT kvadrat başlanğıc sürət 0 olanda düstur buydu. Amma bu misalda bizim başlanğıc sürətimiz 0 deyil. Hansı sürət 0'dır? Son sürət 0'dır. Son sürət 0 olanda da yer dəyişməni təyin etmək üçün eyni oxşar düsturdan istifadə etmək olar. Sadəcə fərq nədə yaranır? İşarədə. Bir dənə mənfi peyda olur. Əgər son sürət 0'dırsa. Onda AX-ımız bizim neçədir? Mənfi 6. Qarşıda bir dənə də mənfisi. Müsbət 6. T'miz 2 kvadratı 4 bölü 2. Neçə elədi? 12 metr. Deməli, yer dəyişməmiz 12 metrdir. Plus 12 metr qalxmışıq. 0'da başlayıb 12 qalxmışıqsa, X maksimumuz neçədir? 12 metrdir. Razı? Hə, belə başa düşmədisə başqa cür izah edeyim. Bu birinci yazdığımız metodla. Birinci yazdığımız metodda yazmaq üçün biz neyi tapmalıyıq birinci? Başlanğıc sürəti. Və onda nə edərdik? Buna dəymirəm. Vx 0'dır. V0x isə mən bilmirəm. Başlanğıc andakı sürəti bilmirəm. AX-ın düsturu nədir? Bütün anlarda, yeyinləşəndə də, yavaşayanda da. Düstur budur. AX-ın yerində nə durub? Mənfi 6. Son sürət ikinci saniyədə 0'dır. V0x-i bilmirəm. T neçədir? 2'dir. Bunu bura attım. 0'dan V0x çıxanda mənfi V0x. Mənfi 6'nı 2'yə vurduq. Mənfi 12. Mənfilər getdi. V0x neçə elədi? 12. Eləmi? V0x 12 elədi. V0x 12 elədisə, nə etmək olar? İndi bu düsturu tətbiq eləmək olar. Bu düsturu tətbiq eləyəndə necə olacaq? 0 üstə gəl 12 böl 2
Vur 2. Çünki zaman neçə idi? 2'lər gedir. 0 üstəgəl 12 də 12 edir. Eyni cavaba gəldik. Eyni cavaba gəldik. Əgər əvvəlki cavabı qayıtmaq istəsəz. Hər iki izahatı vermək olar. Hər iki izahatı vermək olar. Keçdik. Yəni VX-ə qayıtmaq istə rahatdırsa uşaqlar, elə birbaşa həmişəlik VX-ə qayıdın. Keçdik. Lövhəni yerli dibli silək ki, gözümüz qarışmasın. Altı nömrəli misalda x bərabərdir 5, üstəgəl 3t, üstəgəl 2t kvadrat. Belə bir düsturumuz var. Deyir, təcilin proyeksiyasının zamandan asılılığını çək. Düsturumuz budur da, x0, üstəgəl v0xt, üstəgəl axt kvadrat bölü 2. Yəni, tələbə başa düşür ki, bu t'nin kvadratın qarşısında dayanan təcilin yarısıdır. Yəni, ax-ın yarısı 2-dirsə, ax sözü 4-dür. Sabit bir ədəddir. Bu o deməkdir ki, təcilin zamandan asılığı qrafikini çəkirəmsə, 4 qiymətini qeyd edirəm və zamandan asılı olmadan qrafiki çəkirəm. Razı mı? Keçdik. Növbəti. İdmançı 4 saniyə ərzində 10-dan 6 saniyə ərzində 13 ilə gedib orta sürəti tap. Bizdə orta sürət üçün V orta, neçə sual idi bu? 6-cı. Yox, 7-ci. V orta bərabərdir zamanla işləyəndə. V1 T1, V2 T2 böl T1 üstəgəl T2. Düsturda hər şey yerinə yazaq. Bu da açıq sual deyil əslində. Adi məsələdir. 4'ü vururuq ona. 4'ü vururuq ona. Sonra 6'nı vururuq 13'ə. Bölürük 4 üstəgəl 6. 4 ilə 6 burada zaman idi. 10 ilə 13 sürət idi. 40 üstəgəl 78, 118 böl 10. 11, 10 da 8. Vəssalam. Yəni elə bir vaxt aparmır. 8. Aha, yolun birinci yarısı və yolun ikinci yarısı. Yola görə orta sürət tapılanda birinci yarısı və ikinci yarısına görə düsturumuz necə idi? 2v1 v2. Uşaqlar, bu düsturların hər birini öyrəşmək lazımdır. Hər birinə. Yola görə. Deməli, 10'dur, bir də 15'dir. 2 vur 10 vur 15. Böl neçə? 25. Bura 5, bura 2. Bu ilə də bu getdi 3. 2 vur 2 vur 3. Nə qədər edir bu? 12. Bu da oldu 8. Aha, amma 9. Deyərsin Süleyman müəllim, 9'da biraz fərqli oldu axı. 3'də 1 hissəsini 10 ilə gedib, o biri 3'də 1 hissəsini 60 ilə gedib, sonra o biri 3'də 1 hissəsini də 30 ilə gedib. Yenə də yola görə orta sürətli. Bunun xüsusi düsturu var. Xüsusi düsturu var. Ancaq gəlin biz belə bir düstura girək. Ümumi halda yolların bərabərliyində aşağıdakı düstur işlənir. N böl, say böl, 1 böl V1, üstəgəl 1 böl V2, ta 1 böl Vn. Hardan bilirik yollar bərabərdir? Özü deyib, 3'də 1'i, 3'də 1'i, 3'də 1'i. Aha, bu düstura girək. 3 yerə bölünüb yol. Onda nə yazıram? 3 böl 3 yerə bölünüb də 3'də 1, 3'də 1, 3'də 1. Neçə ilə gedib? Birini 10 ilə, 10'da 1, üstəgəl. O birisi neçə ilə? 60 ilə. Sonra bir də 30'da 1. 3 böl 10, 60, 30 ortaq məxrəc. 60. 60'ı 10'a böldük. Neçə elədi? 6. 60'ı 60'a böldük. 1, 60'ı 30'a böldük 2. 6 üstəgəl 1, üstəgəl 2. Nə qədər elədi bu? 9. Deməli oldu 3 vur 60 böl 9. 60 qalxdı yuxarı. Cavab 20. Yolların bərabərliyində. Çatmadsa başqa cür də izah edə bilərəm. Başqa cür deyək.
Aha, çatmadı. Yaş, etirazı yoxdur. 10. 10 nömrəli misalda birinci maddi nöqtə 2t, ikinci maddi nöqtə 4t kvadratı tənliyi ilə hərəkət edir. 2 saniyə keçəndən sonra birincinin ikinciyə nəzərən sürətinin modulu. Uşaqlar, yox, ikincinin birinciyə nəzərən. İkincinin birinciyə nəzərən uşaqlar V2x-dan çıxmalıyam V1x-i. Çıxırıq, burada indi modul soruşub deyənə mənfi alanda belə müsbət götürəcəyik. İndi bu Vx necə tapılır? Kim bilmirsə, Vx x-in törəməsidir. T'nin törəməsi 1-dir, T kvadratın törəməsi A-dir. 2T. Birinci nə edirəm? V1x-i tapıram. V1x x1-in tərəməsidir. Olur 2. Çünki T'nin törəməsinə verdi. 1, 2 vur 1, 2. O birində T kvadratın bəli törəməsi 2T elədi. İndi deyir neçə saniyə keçib? 2 saniyə. İkinci üçün 2 saniyə keçsə 8 vur 2, 16. Birinci üçün istəyir 2 saniyə keçsin, istəyir 15 saniyə keçsin. Sürət T'dən asılı deyil. Həmişə neçə alır? 2. Sabit bir qiymət alır. 16 çıx 2. Qeyd edim, cavab mənfi 14 dansaydı. Cavab 14 götürəcək. Çünki sürətin neyini istəyir? Modulunu. Və sonra. Aydınsa davam edirəm. Aha. 11. Vx T. Burada 20'dir. Burada 10'dur. Bura 0 yazılıb. Bura 6 yazılıb. Bura 2 yazılıb. Bura 5 yazılıb. Deyir, qrafikə əsasən orta sürəti tap. Deməli, fikir buradadırsa Fidurə. Birinci tələbə başa düşməlidir ki, orta sürət gedilən ümumi yolun ümumi zamana nisbətidir. Əgər sürətin zamanının asılı qrafiki verilibsə, buradakı trapesiyanın sahəsi bizə gedilən yolu verəcək. Sahə, gedilən yolu verəcək. Trapesiyanın sahə düsturunu kim bilmirsə, oturacaqların cəminin yarısı, oturacaq dediyimiz yerlər bir-birinə paralel olan xəttlərdir. 0-dan 6-ya 6, buradan bura paralel olan 2-dən 5-ə 3. Olur 3 üstəgəl 6 bölü 2, vur h. H da bunun hündürlüyüdür. 20. Nəticə, nə aldıq nəticə? 90 metr yolumuz var. Bu 90 metr yolu bölürük 6-ya. 90'ı da 6'ya böləndə 15. Keçdik. 12. Ümid ilə zərətqamız çatacaq. Var görürüz satır. Aha. Çatar. X bərabərdir. T kvadrat çıx 6T üstəgəl 12. Cismin dayandığı andakı koordinatı tap. Tələbə düşünür ki, cisim dayanacaqsa onun son sürəti 0 olacaq. Deməli, sürəti tapmaq lazımdır. Sürət x-in törəməsidir. T'nin kvadratının törəməsi 2T, 6T'nin törəməsi 6'dır, çıx 6. Tək dayanan ədədin törəməsi 0'dır. Cismin dayandığı deyirsə, bunu bərabər götürdük 0'a. 2T bərabər oldu 6'ya, T bərabər oldu
Cisim 3-cü saniyədə dayanacaq. Amma bizdən dayandığı saniyəni yox, dayandığı koordinatı istəyir. Koordinat da burada nədir? X. Aparırıq yerinə 3'ü qoyuruq. 9 çıxı 18 üstə gəl 12. Alırıq 3 metr. 3-cü metrdə dayanacaq. Aha. Keçdik. 13. Oxşarı olsa da. X bərabərdir -10. Üstə gəl t çıx t kvadrat. Dayandığı andakı koordinatı istəyir. Tələbə neynir? Törəmə tapılır. -10'un törəməsi 0'dır. 8t'nin törəməsi 8'dir. T'nin kvadratın törəməsi 2t'dir. Ümid elə ki, hər kəs diqqətlidir. Bunu bərabər götürürük 0'a. T 4'dür. 8 çıx 2 vur 4. 4-cü saniyədə sistem dayanıb. Amma bizdən nə istəyirlər? Koordinatı. 4'ü yerinə yazdıq. Fikir versə heç bir sualdan biz qaçmırıq, siz də qaçmayın. Cavab 6 metrdir. Keçdik. Növbəti. Növbəti qrafik sürətin x oxuna proyeksiyasının zamandan asılıq qrafikidir. Bu qrafikə baxan tələbə görür ki Vx 0'ın altındadır. Deməli, hərəkət OX oxunun əksi istiqamətindədir və yeyinləşəndir. Yeyinləşəndir. Niyə yeyinləşəndir uşaqlar? İndi izaliyim. 0'dan getdikcə nə edir? Uzaqlaşır. Eləmi? 0'dan getdikcə uzaqlaşır. Yaxşı. Deməli, OX oxunun əksi istiqamətində yeyinləşən. Bunu qoyduq kənara. İşimiz buradadır uşaqlar. Fidura, buradasansa. A. Bunun indi deyirlər ki, yer dəyişmənin x oxuna proyeksiyasının nədən asılığını ver? Zamandan asılığını ver. Sx'in t'dən asılığını ver. Bunun üçün nə edirik? Bunun üçün bilik x oxunun əksindədir. Deməli, üzü aşağı olmalıdır bu qrafik. Yeyinləşəndirsə, deməli, parabolanın sağ qoludur. Yavaşlayanda sol qoldur, yeyinləşəndə sağ qoldur. Qrafik. Aha. İndi uşaqlar, tələbəmiz deyir ki, müəyyən bir nöqtədən başla. Niyə 0'dan başladırsan? Bunu siz dediniz. Sx'in bərabər yeyinləşən hərəkət üçündür. İstir bərabər yeyinləşən, istir bərabər yavaşlayan üçün. Düsturu nədir? V0xt üstə gəl axt kvadrat bölü 2. Zamanın başlanğıcında t'yə nə verirəm? 0. V nə olur olsun 0'a vurandan alacam? 0. A nə olur olsun 0'ın kvadratına vurandan alacam? 0. 0 üstə gəl 0. 0. Yəni, orada sürətin olub olmaması zamanın başlanğıcı üçün fərq yaratmaz. Zamanın başlanğıcında hamısını t'yə 0'lara vuracam. 0'ı nəyə vurursan vur. Onsa nə alacaqsan? 0 alacaqsan. Razıyıq? Nə fərq yarada bilərdi? Məsələn, bunu verib sürətin qrafikini soruşsaydı, fərq yarada bilərdi. Onda deyərdin ki, Süleyman müəllim, axı, sürətin qrafikində Vx nəyə bərabərdir? V0x üstə gəl axt. Bu t'yə 0 versən belə, bu 2 yoxa çıxmayacaq. Deməli, müəyyən bir nöqtə lazım olacaq. Aha, bu oldu bizdə 14. 14. Keçdik. 15. Hər bir iş əziyyətdən keçir. Hər bir iş təkrarlamaqdan keçir. Bundan əvvəlki qrupda da dedim. İndi də deyirəm. Təkrar biliyin anasıdır. Təkrar biliyin anasıdır. Bunu hətta bəzi müəllimlər də deyir, amma heç özü də başa düşmür nə deyir. Söhbət nədən gedir? Yəni, biliyi doğuran təkrardır. Mən hal-hazırda qaydaları deyirəm. Bu sizdə bilik doğura bilməz. Mümkün deyil ki, doğursun. Nə zaman bu biliyi doğur? O zaman ki, nə edəsən? Bunu təkrar eləyəsən. Təkrar eləməyində ən gözəl yolu kiməsə
eyni anlayışları izah eləməkdir. Əgər anlayışı kiməsə izah edirsənsə, bu izahat nəticəsində təkrarın ən pikidir bu. Və o deməkdir ki, elmin də yaranması daha nə zaman olacaq? İzah eləyəndə. Yəni, Süleymanı götür 15 il əvvəl, Süleymanı götür indi, görəcəksiniz ki, həmin Süleymanla, indiki Süleyman arasında yerlə göy qədər fərq var. Bu fərq hardan yaranır? Axı, mən cavan olanda daha ağıllıydım, beynim daha güclü işləyirdi. Amma mən indi yoxlayanda görürsən ki, bu yaşda daha güclüdür. Səbəb, eyni anlayışları o qədər təkrar edib, o qədər izah edmişəm ki, onlar məndə nə doğurub? Bilik doğurub. Eyni ilə də sizdə də. Bu izahat verilir, YouTube-da çəkilir, qoyulur. Siz nə edirsiniz? Öz üzərinizdə işləyirsiniz, təkrarlayırsınız və o bilik doğacaq. Yoxsa hər dərsə gələndə mən bu günləri Süleyman müəllim nə verib? 15 dənə test verib, 15 dənə testi yazdım, gəldim. Sözsüz ki, sən əvvəli təkrarlamamısansa da, hər dəfə də yalnız veriləni yazırsansa, bilik doğmayacaq. Yoxdur bilik. Və sonra da şoka düşür ki, uşaq, mən niyə yazamadım? Ümumi açarı bilmirsən də, ona görə. İndi bax, 15. X-ın T-dən asılığını verək. Bura 2, bura 4, bura 16, bura 64. Və deyirlər ki, başlanğıc sürət 0-dır. Başlanğıc sürət 0-dır. 4-cü saniyənin sonundakı sürəti tap. Tələbənin dərk elədiyi birinci anlayış. Bu 0-dan başlayır da, düzdürmü? Sx bərabərdir. V0x üstəgəl Vx bölü 2 vur T. Bu bərabər yeyinləşəndə də, yavaşlayanda da budur. Soruşacaq, bu düsturdan niyə istifadə edirsə? Məndə 4-cü saniyə var. Başlanğıc sürət var. Sx nədir? Bu hissədir, bu Sx. 0-da başlayıb, 64-də bitib. Yəni 64 metrdir. Buraya yazdım 64. Bunun yerinə yazdım 0. Vx-i bilmirəm. 2 yerində. T-nin də yerinə yazdım 4. Bunlar ixtisar getdi. 2 dənə Vx 64-dür. Deməli Vx və salam tapdıq. Heç uzatmadım daha söhbəti. Çox adam burada götürüb təcili tapır. AT kvadratından. Sonra girir V bərabərdir AT-yə. Oradan V-ni tapır. Amma biz heç onu istifadə etmədik. Keçdik. 16 nömrəli misal. Burada cavabda qrafiki çəkməyiblər. Biz qrafiki də çəkəcəyik. Maraqlı misaldır. Bu tipli suallar düşməlidir açıq suallara. Məhz belə tiplilər. 16. X oxu üzrə hərəkət edən cisim verilib. X oxu üzrə hərəkət edən cisim verilib. Və qrafikdə onun bax belədir. Bura 3, bura 9, bura 6, burada mənfi 6, burada müsbət 6. Burada 0. Sürətin qrafiki verilib ilk 9 saniyə ərzində və deyirlər ki, yer dəyişmənin X oxuna proyeksiyasının zamandan asılı qrafikini çək. Tələbə nə etməlidir? Birinci addım araşdırmalıdır ki, hər bir hərəkətin adı nədir? Burada bu hissə X oxu istiqamətində. Niyə X oxu istiqamətində? Çünki sürətin proyeksiyası T-nin üzərindədir. X oxu istiqamətində bərabər yavaşlayan hərəkət. X oxu istiqamətində bərabər yavaşlayan hərəkət. Uşaqlar, bu o deməkdir ki, T 3-cü saniyəyə kimi, burada 3 yazıram, hərəkətimiz parabolanın sol qoludur. Parabolanın sol qoludur. Bu parabola kimi düşünün. Parabola budur. Sağ qolu var, sol qolu var. Niyə sol qoludur? Çünki bərabər yavaşlayandır. Aha. Niyə 0-dan başlayır? Bayaqlar Sx-in düsturunun dediyi nədir? V0xt üstəgəl AXT kvadrat bölü 2. T-yə 0 verən kimi 0-dan başlamalıdır. Razıyıq. Ancaq burada indi bir dənə problem var. Bu sol qolu çəkdi 3-cü saniyəyə qədər.
bu hara gedib çıxıb? Onu təyin etmək lazım. Bunu təyin etmək üçün də Vx ilə T arasında qalan ki hissə var, o hissənin sahəsini tapırıq. Diqqətli olaq. Bu eləyir 9. Bu o deməkdir ki, o sahə necə tapılır? Üçbucağın sahəsi necə tapılır? A vur B bölü 2. 6 vur 3 bölü 2. Buradan bura 6'dır. Buradan bura 3'tür. Bölür 2'ye 9 metr. Yəni biz başa düşürük ki, bu 3 saniyeye bu nə qədər gedir? 9 metr gedir. Bura 1 metr yazırıq. Burada 1 saniye yazırıq. Vahidləri oturturaq. Məhz belə suallar biz də salacağıq ki, uşaq göstərəsin ki, mən nə başa düşürəm? Qiymətləri verməklə. Bunu çəkdik. İndi cavabda təkcə konkret qiymət veriblər. Amma bizə lazımdır ki, qrafiki də çəkək, çünki qrafik istəyiblər. İndi buradan bura nədir? Növbəti 3-dən 6-ya, növbəti 3 saniyə. Bu x oxunun əksindədir. Ona görə ki, hardadır bu qrafik? X oxunun, T oxunun daha doğrusu altındadır. Eləmi Yusubov? Yatmıyor uşaqlar. X oxunun altındadır. Və bu 6 saniyə ərzində, yenə də hesablayırıq buranı. 3-dən buracan, burada nə məsafə var? 3, buradan bura 0-dan -6-ya 6. Yenə də bu düstura görə bura nədir? 9. Deməli 9 metrdə x oxunun əksində nə gedib? Yeyinləşən parabolanın sağ qoludur. 9 metr gedibsə elə tezdən hara gəlib çatır? 0-a. 9 qalxmışdı. 9 da düşdü neçənci saniyədə? 6-cı saniyədə. Növbəti hissəyə baxırıq. Bu hissə də x oxunun əksindədir. X oxunun əksində olanda SX qrafikində üzü aşağı getmişəm. Amma necə hərəkətdir? Yavaşayan. Yəni qrafik bu formada olmalı. Parabolanın, əgər parabola fikirləşsəz, parabolanın sol qolu. Parabolanın sol qolu. Buradakı da bəxtimizdən uşaqlar altdan 9-a nə qədərdir? 3, 0-dan -6-ya 6, yenə də eyni düstur 9 metr. İndi şəkil elə veriblər ki, hamısı nə edir? Amma da bura 9 yazmırsınız da, -9 yazırsınız. Qrafikimiz budur. Və bizdən soruşublar ki, nə qədər yer dəyişmə eləmişik də, düzdürmü? Yer dəyişmənin modulu. Yer dəyişmənin modulu uşaqlar 9 metrdir. Niyə? 9 qalxmışam, 9 düşmüşəm 0, sonra bir də 9 düşmüşəm, -9, modul deyib 9. Elə? Bu qrafikdir, kifayət qədər də samballı sualdır. Keçdik. 17. Yenə də fikirlər. Yerə nəzərən sürətləri 3V və V olan iki cisim eyni istiqamətdə hərəkət edir. Uşaqlar, eyni istiqamətdə hərəkət edirlərsə, onların bir-birinə nəzərən sürətinin ədədi qiyməti, bu ədədi qiymətləri çıxmaqla tapılır. 3V-dən V-ni çıxıram, 2V. Eyni istiqamətdə çıxırdıq nəzərən sürətdə, əks istiqamətdə toplayırdıq. Razısızsa. Deyir ki, hər iki cismin sürətini 2 dəfə artırdıq. 2 dəfə artırdıqsa biri neçə oldu? 6V. Deyir, nəzərən sürət necə dəyişdi? Nəzərən sürət oldu? 6V-dən çıxıram 2V. Nəzərən sürət eyni istiqamətdə çıxılmaqlandır. 4V. Əvvəl neçə V idi? 2V. İndi neçə V idi? 4V idi. Neçə dəfə artıb? 2 dəfə artıb. Razı? Bu oldu 17. Cavabımızı da əsaslandırdıq. Amma yenə də bu daha samballı sual idi, nəinki bu. Yaxşı. Silə bilərəm bu tərəfi. Ümid edək ki, yazmışsınız uşaqlar. Yazmadısa da videodan baxarsınız. Keçdik 18-ə. SX-in yer dəyişmənin X oxuna proyeksiyasının zamandan asılığı verilib. Belə dəyişməyib.
Belə. Bura T1, bura T2, bura T3, bura 0. İndi tələbə. Bizə deyirlər ki, buna bax, sürətin proyeksiyasının zamandan asılılığını çək. Tələbə də deyir ki, bu hissə fidurə parabolanın sol qoludur. Hərəkət yavaşayandır. X oxu istiqamətində. X oxu istiqamətində nə edib? Yavaşayıb. Müəyyən bir qiymətdən başlayıb, yavaşayıb. Hələ sıfıra düşməyim dərk eləmirəm. Amma bilirəm ki, yavaşayır. Amma görürəm sonra bu birdən T2-yə kimi SX nə yuxarı gedir, nə aşağı. Nə yuxarı, nə aşağı getmirsə, bu ümumiyyətlə yerindən tərpənmir. Deməli, bu cisim nə edib? Onda çatır ki, mənə ki, bu qrafiki haracan çək. Axıra qədər çək. Buradan çatmır da aşağı. Sonraki hissədə çatır. Axıra qədər çək. Və sonra bu sistemi nə edək? T2-yə kimi dayandır. Buradan bura dayanıb. Bundan sonra parabolanın sağ qoludur. Hərəkət X oxunun əksindədir, yeyinləşəndir. X oxunun əksində yeyinləşən bu formadır. Bir də təkrarlayayım uşaqlar. Hara qaçırsınız qaçın. Bundan başqa izahatı bunun yoxdur. Yəni söhbət elmi izahatdan gedirsə. Elmi izahat budur. Elmi izahatını verir. Yəni kimsə indi dolayı yolla nəsə xətt düzər falan filan o heç. Amma başqa yeri yoxdur. İstən Einstein yanına get, istən Gülağanın yanına get, istən Bənövşənin yanına get, kimin yanına getsən get. Hamının izahatı budur. Deməli öyrənməlisən də. Yəni uşaqlardan bəziləri elə bilir ki, fərqli bir izahat var. Nəsə eləyəcəyik? Yox. Bu oldu 18, 19. Özünüz üçün aydınlaşdırın evdə. Sürətin X oxuna proyeksiyasının zamandan asılığı verilir. Belə, belə, belə. Təcilin X oxuna proyeksiyasının zamandan asılığını istəyir. Tələbə bilir ki, ümid eləyirəm bilir ki, təcil sürətin nəyidir? Törəməsidir. Və riyaziyyatdan bəlli olan fakt odur ki, artan funksiyanın törəməsi müsbətdir. Bu necə funksiyadır? Artan. Üzü yuxarı gedirsə artandı, üzü aşağı gedirsə azalandı. Yəni buradakı təcil A1x deyək. T1-ə kimi. Bu da müsbətdir. Buradan burada artandı da. A2x-dir. O da müsbətdir. Buradan burada artandı. A3x-dir. Hamısı müsbətdir. Yəni başa düşürəm ki, qrafiki çəkəndə mən haradasa yuxarıda çəkməliyəm. Özdə sabit funksiya çəkməliyəm. Çünki xəttinin törəməsi sabitdir. Üstü də yeyinləşən hərəkətdir. Ancaq digər tərəfdən yenə də törəmə anlayışından bu bucaq əmsalını verir. Xətti funksiyada törəmə bucaq əmsalını verir. Birincinin bucağı ikincinin bucağından çoxdur. İkincinin də bucağı üçüncüdən çoxdur. Bucağın çox olması AX-ın çox olmasına gətirib çıxar. Burada bucaq çoxdur, sonra bucaq nə edir? Azalır da. Fikir verin, belə idi, belə oldu, sonra belə oldu. T oxu ilə əmələ gətirdiyi bucaq azalır. Bu da o deməkdir ki, AX-ın qrafiki birinci hissədə budur. Sonra nə elədi? Azaldı. Sonra nə elədi? Biraz da azaldı. Piləkən kimi başa düşməyə aşağı. Üçü də sabit funksiya. Hə, bunu məşq eləməyən adam, öyrənə bilməz. Amma məşq eləyəcək, əlbəttə ki, gedəcək 100-ə 100 yazacaq, gələcək ki, Süleyman. Nöqtə belə qoymadım. Aha, ümid eləyək. Keçdik. 20. Fikirlər. Deməli, nə istəyir bizdən? 20-də. Cismin koordinatının zamandan asılığını verir. Cismin koordinatının zamandan asılığını verir. Burada nə yazılıb? 5. Burada nə yazılıb? 15. Hətta burada bir 7, 10 da 5'imiz də var. Bura bir 5. Bura bir 10. Və deyir ki, təcilin proyeksiyasını tap.
Başlanğıc sürət 0-dır. V0x 0-dır. SX-in düsturu uşaqlar V0xt üstəgəl AXT kvadrat bölü 2-dir. Başlanğıc sürət 0-dırsa SX-in düsturu nə olacaq? AXT kvadrat. SX 10 saniyəni götürək uşaqlar. 10 saniyə biz 5-dən hara gəlmişik? 15-ə. Deməli SX-imiz 5-dən 15-ə gəlmişiksə neçə metrdir? 10 metrdir. Buraya yazdım 10. AX-ı bilmirəm. 5-dən 15-ə çatanacan 0-dan 10-a 10 saniyə nə gedib? Vaxt gedib. 10-un kvadratı bölü 2. Buradan AX nəyə bərabərdir? 20 böl 100. 20 100-ə böləndə 0.2. Razı mı? 0.2. Yaxşı. Keçdik. 21. Bunun oxşar olmalıydı. Amma yenə də deyirəm. Eyni cür qrafiklə. Aha. 21. Belə bir asılılıq verilib. Burada 25 var, burada 5 var. Ortağını çəkmirəm. Çünki istifadə eləməyəcəm. Nə istəyir bizdən? Əgər başlanğıc sürət 0-dırsa, sükunət vəziyyətindən başlamışıqsa təcili tap. SX nəyə bərabərdir? AXT kvadrat bölü 2. SX 5-dən 20-yə gedmişik. 20 metrdir. AX-ımızı bilmirəm. T'im 10-dur. Kvadratı bölü 2. Bu da elədi neçə? 0.4. Yəni fizika üzərində həqiqətən oturub əziyyət çəksən, başa düşürəm ki, riyaziyyatdan daha çox başlanğıcda fizika daha çox əziyyət istəyir, başlanğıcda. Ancaq sonradan görəcəksiniz ki, fizikanı bütün 30 sualın 30'unu da qutarmağa 15 dəqiqə vaxt lazım. 15 dəqiqə. Hə, bu reallıqdır. Bir dənə deyirsiniz ki, Süleyman mənim ömründə imtahanda olmamısan falan filan. Mən hər il imtahanda oluram. Aha, düzdür fizikada olmuram amma indi hər halda. Hər il imtahanda oluram. Mən bilirəm ki, hansı misalları nə sürətlə yazmaq olar. Və fizikanın sualları 90%, bir dənə orada açıq sualdan başqa 15 dəqiqə mən niyə deyirəm? Orada açıq sualın biri sizdən nə tələb eləyəcək? Qrafiki çəkmək tələb eləyəcək. Bir dənə o vaxt aparır ki, səliqəli çəkəcək. Bir dənə o. Aha, qalan hamısı şifahiddə bildin yazdın, bildin yazdın, bildin yazdın. Bilmədin də otur bax. Aha. İndi 22. 22. İndi fikir verin. Yolun 3'ündən ikisini, 3'də 2 elimizi 4'dən getmişik. Qalanımızı 3'də 1 elimizi 6 ilə getmişik. Bunu bilərək orta sürəti tap. Bunun üçün belə bir gediş eləyək uşaqlar. Uzun gediş olsa da 2 hissəyə ayrılıb bizim yolumuz. Bir L1'ə, bir nəyə? L2'yə. Yolla işləyəndə düsturumuz belədir. L1 bölü L2, üstə gəl L2. Ayrı-ayrı yollar olsa. L1 bölü V1, üstə gəl L2 bölü V2. Üçüncü olsaydı buraya L3 yazacaqdım. Burada L3 bölü V3. Eyni olanda biz nə yazdıq bura? N yazdıq. Burada 1 bölü V1, 1 bölü V2, 1 bölü Vn yazdıq. Yadınızdadır? İndi fikir verin. Biri 3'də 2 L'dir, biri 3'də 1 L'dir. Topladım, nə oldu? L. Böl. L1'in yerində dayanıb 3'də 2 L böl neçə? 4. Üstə gəl. 3'də 1 L böl 6. Bu da olur L böl. 3'də 2'ni 4'ə böləndə uşaqlar 4'də 1'ə vurmaq deməkdir. Eləyir. 6'da 1 L. 3'də 1'i 6'ya böləndə 18'də 1 L. Bunları toplayası olsaq 18'də 4 L. L'lər ixtisar gedəcək. 1 bölü 18'də 4. 4 tam 4 onda 5. 4 onda 5. Razıyıq? Keçdik. Növbəti suala. Bunu işığı yanır. Zərətqamız çökür. 22 dənəsini çatdırdıq. Yaxşı. Davamını da çəkərik. 22 dənəsini çatdırdıq. Dayandır.